və bodybuilder qadınlar da var, idmançı qadınlar. Steroid iynələri vurursunuz özünüzə. Həm səsiniz dəyişir, həm hormonlarınız dəyişir. Qadınlıq hormonlarınız alt-üst olur, balans pozulur. Nəticədə sizin yekə əzələləriniz olur, okey. Amma sizin bütün sisteminizi alt-üst eləyirsiniz. Yaxud da kişilər. Yenə eyni steroid hormonları o qədər vururlar ki, bu boyda enli, kürək, nə bilim, yekə, muskullu, əzələli, amma baxırsan ki, cinsi orqanlarında heç bir funksiya qalmayıb artıq. Yəni kişilik olaraq öz funksiyalarını, öz normallıqlarını itiriblər. Nə üçün, nəyə xatir? Və bunu təbliğ eləyirsiniz. Bunu cavan oğul uşaqlara təbliğ eləyirsiniz. Kanallar açırsınız. Kanallarda deyirsiniz ki, bu qədər protein tozu atın, belə yeyin, belə ağırlıq qaldırın. Niyə, nə üçün? Əgər sizə fiziki aktivlik lazımdırsa, mən bunu çox yaxşı başa düşürəm. İnsan fiziki aktiv olmalıdır. Bizim təbiətimizdə var. Əks halda bir çox xəstəlik baş qaldıra bilər. Və biz ağırlıq qaldırma məşqləri də çox önəmlidir. Çünki ağırlıq məşqi dediyim kimi köhnə zamanlarda